videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük hər birinizi. Ceyranboy rayonunun Qarqucaq kəndindən salamlayıram. Bu günlərim gözəl izleyicilərimiz, bir xeyriyyətçi qardaşımız, yəni xeyriyyətçi qardaşımız bildiyiniz kimi Rövşən qardaşımızın gözünü də əməliyyat elətdirdi. Digər neçə nəfər ailələrə yardım göndəribdi. Allah cibin dolu eləsin. Bu günlərimdə bu bacımız mənə müraciət elədi ki, Xəqani qardaş videolarınıza baxıram, çox insanlara yardım eləyirsiniz. Sizdən xahiş eləyirəm, bizə də ərzaqla köməklik elə. Gördüyünüz bax bu binada sığınacaq kimi yaşayır bu. Şəhid bacısıdır. 91-ci ildə şəhid olursun qardaş. Birinci müharibədə qardaşınız şəhid olursun da sizə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Keçənlərinizə rəhmət olsun. Sənətlərini də bacımız gətirib göstərdi. Xeyr, sənət bu sənətidir. Maarifdən işə götürmək Allah rəhmət eləsin. Bax bu qardaşımızın adı nə idi? Usubova Turab Bahadırov. Qardaşınızdır. Bəli, bəli. 2 dənə də övladı var, bir oğlu var, bir qızı var. Bəli. Allah kömək olsun. Bu günlərim Allah sizə adının çəkilməyini istəməyən bir gözəl qardaşımız 200 manat pul göndərib. Onun 160 manatına sizə bazarlıq eləmişik. 40 manatında maşınımıza yanacaq vurmuşuq. Biri sizdə biz Bərdədə olduq. Burada alınsa bir saat yarımdır ki biz yol gəldik. Allah cibin dolu eləsin. amin. Allah Allah korusun. ruhsuzun bol eləsin. Amin. Çörək pişirənsən də yaqin ki. Bəli. Ah bu unumuz 10 kiloyluq burada yereyiz. Evet. Bir su. İçine hemen yok. Azımızın şimdi yaşadığı yeri də çəkib işıqlandıracağıq. İzləmədə qalın və hər bir kəsdən xahiş edirəm. Gözəl, dəyərli izləyicilərim mənim. Bilirsiniz də, atalarımızın gözəl bir sözü var da, deyir, hər ağızda bir dua var. Mən xahiş edirəm, zəhmətkeş oğlanlara, zəhmətkeş xanımlarımıza, o bizimki səhifəmizdə baxıb, bax belə gözəl analara, bacılara, kasıblara ki, yardım eləyən insanlar ki var, xahiş edirəm. Baxarkən kommentdə elə bax o insanlara hamınızdan xahiş edirəm. Dua eləyin, hər ağızda bir dua var. Allah o qardaşımızın çətin işini asan eləsin. Allah var dövlətin başından töysün. Amin. O həmişə kasıbların yanında olubdur. Allah cibini dolu eləsin, mənim gözəl qardaşım. İndi isə gözəl izləyicilərimiz, xahiş edirəm videomuzu sona qədər izləyərsiniz və like verərsiniz. Abs bir dənə zəhmətdən keçib, sən də köməklə bunları qaldıraq. Bacımız, gözəl izləyicilərimiz bax burada qalır. Sığınacaqdır da bura. İdarədə nə hissə bir idarədir. Belediye binası, sıra nümayəndəsi binası. Burada qalır bacımız. Yaşadığı yerə bax. Ala bacımın da qoyur, haps gətir bura qadana. Çox sağ olun. Şirin ağızdan yiyin bacı. Çox sağ olun. Orada ət var. Onları xaladenliyə yığarsan, yağdır, ətdir. Yəni xarab olmasın da bacı. Allah köməyiniz olsun, Allah. Çox sağ ol bacı, Bunu da çox sağ ol. göndərənin qazancı artıq olsun, ömrünüzün olsun. Amin. Allah Amin. sizi də qorusun. Çox sağ ol. Kömək eləyənləri də. Çox sağ ol. Bacım, dünənlərim mənə şəhid qardaşımızın şəklini at. Belədən dur qoy işıqlı düşdüm biraz. Şəhid qardaşımızın şəklini attın mənə. Bəli. Bir dənə səs attın mənə. Bax, bugünkü bazarlığını göndərən qardaşımız sənin o səsinə baxıb o yardımı sənə göndərdi. İnanırdın ki, bugün mən gələcəm. Xeyr, heç zaman inanmazdım. Kimsə mənə yardım edir. Mən çox yerdən kömək istəmişəm, amma heç kim kömək eləmir. Heç bir yerdən. Heç icra hakimiyyətinə gedirik, orada kömək eləmir.
Allah kömək olsun. Gözəl qardaşımız var olsun ki, şəhid bacısının səsinə səs verdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sən bizim də bacımızsan. Allah köməyiniz Bütün olsun. şəhid bacıları bizim bacımızdır. Allah köməyiniz olsun. Allah sizi Çox sağ qorusun. olun. Heç zaman inanmazdım ki, kimsə mənə kömək eləyə. Çünki hər kəsə yazıram. Amma heç kim mənə kömək eləmir. Yaxşı deyir, keçir gedir. Heç kimlə mən kömək görməmişəm. 18 ildir bu binada yaşayıram. Heç kimdən kömək görməmişəm. Allah sizi qorusun. Çox sağ Allah ol üstünüzdə bacım. olsun ki, köməklik elədiniz. Halal xoşun olsun. Siz mənim uşağımı sevindirdiniz. Allah da sizi sevindirsin. Çox Allah sağ ol. var dövləti başınızdan töksün. Çox sağ ol mənim gözəl bacım. Var olun. Allah qardaşımızın canını sağ eləsin. Bu gün bura gəlmək səbəbkarı o qardaşımızdır. Yəni o qardaşımız pulu göndərməsə bu günlərin biz bura gələ bilməzdik. Allah canını sağ eləsin. Allah ruzisini bol eləsin. Amin Allah. Yəni yaxşılıq eləmək, əl tutmaq atalarımızın sözüdür, əlidən qalar. Bəli. Kömək eləmək lazımdır. Şəhid qardaşlarımız vətən uğrunda gedib şəhid olarkən bacılarım bizlərə əmanət eləyib. Yəni bizim bir Azərbaycanlı olaraq hər birimizin borcumuzdur ki, hər zaman şəhid ailələrinə, şəhid atalarına, şəhid analarına, şəhid bacılarına, şəhid qardaşlarına öz əlimizdən gələn köməyimizi eləyək hər Allah zaman. köməyiniz olsun. Çox sağ ol. Yəni o günlərim mən Ucarda çəkilişdə oldum. O bacı da orada bir söz vuruladı ki, şəxsən mən çox səhifələrə yazmışam. Hamı bizi alladıb. Bəli, bəli. Amma inanmazdım ki, siz bugün gələrsiniz. Siz dünən mənə videonu atdınız, qardaşınızın şəklini atdınız. Sağ olsun. Bizə kəlmə qardaşıma dedim ki, belə bir şəraitdə yaşayan, belə bir vəziyyətdə yaşayan bir bacı mənə müraciət eləyib, şəhid bacısı. Sağ olsun, o qardaşımız da dərhal 200 manat pul atdı. Allah canı sağ eləsin. Allah İnşallah. ömrü uzun olsun. Amin, Allah amin. sizin də köməyiniz olsun. Ki bugünkü gündə mən uşağımı sevindirdiniz. Mən rəyimi açdınız. Allah da sizin rəyinizi açsın. Allah sizi sevindirsin. Çox sağ ol bacım, çox sağ ol. 2 dənə övladım var, elə? Bəli, bəli. Bir qız, bir oğlan. Allah canlarını sağ eləsin. Çox sağ ol. Oğlunuz xəstədir. Bəli. Oğlu da xəstədir. Allah şəfasını versin. Çox sağ olun. İnşallah. Heç nə bilmirəm də, qalıb elə. Maz- Bankomat deyil, maliyyə elət, əskər getsin. Heç nə deyə bilmirəm. Allah kömək olsun. Allah şəfasını versin. Çox sağ olun. Betonun içində qalan nətər olmalıdır. Az deyil, 18 ildir bax bu betonun içindəyik. 18 ildir burada yaşayırsınız. Bəli, bəli. Bax burada soyuqda, qışda. Budur. Başqa heç. Burada yatacaq yerdir. Görürsünüz də. Bax bu ana burada yaşayır. 2 övladı ilə burada yaşayır. Allah özü kömək olsun. Çox sağ olun. Özünüz elə buralısı bu kətdənsiz. Şey, mən özüm Goranboyun Todan kəndindən bu kəndə gəlin gəlmişəm. Hə, başa düşdüm. Ona başa görə düşdüm. də bax, yəni başqa gedəcək yerim olmuyor. Rəhmətlik qaynatam atıb çölə. Allah rəhmət eləsin. Keçənlərinizə rəhmət. Uşağımı götürüb icra nümayəndəsi. Allah o icra nümayəndəsinə rəhmət eləsin. Amin. Bu sığınacağı o verirdi. Sağ olsun. Əlbəttə ki, yeri cənnət olsun ki, bu sığınacağı verib. Çöldə Bəli. qalmamışsınız. da. 18 ildir yaşayırlar burada. Allah kömək olsun. Kim kimə nə eləyirsə, Allah onun əvəzini versin. Amin Allah. Yaxşılıq eləyənin də, elə pislik eləyənin də. Allah əvəzini versin. Vallahi bu dünyanı heç kim tutub getməyəcək. Yəni. Bəli. Bu dünyada nə eləyiriksə, bu dünyada qalır. Özümüzlə elədiyimiz yaxşı əməllər aparırıq. Bəli. Heç kim bu dünyanı tutub gedəsi deyil. Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Ona görə də yaxşılıq eləmək lazımdır. Allah yaxşılıq eləyən insanları qorusun. Xətadan, baladan, ağla gəlməz xətalardan qorusun. Amin.
Şirin ağızdan yiyin. Bizim yolumuz sağ olun. uzaqdır. Çox sağ olun, çox var olun. Allah Gəldim köməyiniz elə bir olsun. şad oldum. Sizi Mən də gördüm. çox şad oldum ki, mənə köməklik elədiniz. Çox sağ ol. Bu yardımı Halal xoşun gətirdiniz. olsun. Halal Çox xoşun sağ olsun. olun. Mənim gözəl bacım. O qardaşa ol. da mən əvəzdən minnətdarlığımı bildirin ki, o mənim uşağımı özümü sevindirdi. Allah da onu sevindirsin. Amin. Var dövləti başından döysün. Amin. Allah da o insanı. Elə o Allah qardaşımız sizin də canınıza sağlıq versin, ömrünüz uzun olsun. sağ ol bacı. O qardaşımız elə bu videoya baxacaq. Allah razı olsun. Sağ Allah ol. üstündə olsun. Sağ ol bacım. Çox sağ ol. Var Sağ ol. olun.